Şair, bəs mənə maraqlıdır, bu gün Zaur Alatavalı toy məclislərinə meyxanaçı kimi, yəni dəyişməyə dəvət olunur, yoxsa bu musiqiləri ifa etmək üçün? Bu sualı yaxşı verdiniz, belə deyək də, mən düzdür, bu ərəfələr mahnıya görə, mahnılarıma görə daha doğrusu, maşallah, artıq neçələr mahnım var. Çox vaxt mahnılarla dəvət alıram. Sadəcə olaraq bu meyxana tərəfini götürəndə bir balaca elə bu yeri düşmüşsə sinefirlə səsləndirim, bilməyənlər də bilsin. Belə bir şayə buraxıblar, nə bilmirəm meyxana deyənlərdir, yoxsa kimlərdir ki, mən belə səs salıblar ki, Zaur Alatavalı meyxanadan uzaqlaşıb, sırf mahnılarla məşğuldur. Xeyr, bu belə deyil, çox yanlış, səhv fikirdir. Çünki mən ömrümü meyxanaya vermişəm. Meyxanaya mən heç vaxt yuxarıdan aşağı baxmaram. Çünki bu mənim sənətimdir, 25 ildir, yəni mən ömrümü vermişəm bu sənətə. Və bu ifadəni işlətmişəm ki, qonşu kanalların birində mən xahiş edirəm, məni yəni 10 nəfər, 12 nəfər meyxana deyən olanda mənə dəvət eləmir. Çünki bilirsiniz necə, orada artıq var da, yəni yetərincə. Yəni mən gedim orada neyniyim? Yəni ona görə mən bu ifadəni işlətmişəm ki, 4 nəfər, ən uzağı 6 nəfər, hə, gəlib orada məsəl üçün nəsə demək olar, nəsə bir iştirak eləmək olar, həvəslə də. 12 nəfər meyxana deyən var, bilmirsən nə olacaq, nətər olacaq, çox belə səliqəsiz görürsən. Mən o ifadəni işlətmişəm və buradan da səslənirəm ki, bütün hamı bilsin ki, xeyr, mən elə meyxanadayam. Yəni, inşallah ki, indi neçə məclislər də var, yazdırıblar. Yəni ki, o şayələrə uymasın.